Faktorial uşağı. Baxın, faktorial ardıcıl ədədlərin hasilidir. İlk birinci bunu kafaya yazaq. Şey kimi düşünün. Bax 5 nida. 5 nidanı necə açıram? 5, 4, 3, 2, 1 kimi açıram. Deyəcəksiniz ki, müəllimə, qrupların yerini dəyişəndə hasil dəyişmir axı. 1, 2, 3, 4, 5 kimi yadda saxlayırsınız, çoxlu. Fərq eləməz. Olar. Amma mən sizə deyirəm ki, bundan sonra belə yadda saxlayın. Özüm və özümdən geriyə 1-ə qədər ədədlərin hasili. Səbəb nədir? Hesablamalarda bu rahat gələcək sizə. Məsələn, onda mən riyazi olaraq baxsam, burada 4, 3, 2, 1 mənə nəyin açılışı olacaq? Onda bu 4 faktorialın açılışıdır, hə? Mən onda neynəmiş olaram? Bunu belə yaza bilərəm. 5 faktorial, 5 vur, 4 nida yaza bilərəm, hə? Və yaxud da ki, atıram 3, 2, 1. 3 faktorial olduğuna görə, mən neynəmişəmmiş? 5-i yazıram, 4-ü yazıram, 3-ü yazıb nidanı qoyuram. Anlaya bildik? Başa düşdük? Demək, neynirəm? Ürəyim hara qədər istəyir açıram, mənə lazım olan yerə qədər açıram, sonuna nidanı qoyuram. Nidanın olması o deməkdir ki, hələ geri açılış eləyə bilərəm, 1-ə qədər gedə bilərəm. Onda biz qaydanı gəlin çıxaraq. Hər yerini qayda alanda, biz onu göstərmək üçün bir dənə smalik eləyək ki, yeni məlumat hər zaman yaxşı bir şeydir. Demək, n faktorial yazmaq istəsəm, mən bunu n vur, n çıx 1, nə yazacam? Nida yazacam. Və yaxud da n vur, n çıx 1, bunu bir də azatsam, n çıx 2, nida yazacam. Və yaxud bu formada gedir. Qaydamızı gördük. Misal örnəyimizi gördük. Bizim nə tip suallardır aslımıza çıxacaq desəz, gəlin də özümüzdən örnəklər verin. Birinci normal standart misal tipindən gedək, ən ibtidaisindən. Məsələn, yazsın 15 faktorial. Örnəklərimizi başqa rənglərlə yazaq. Məsələn, başqa rəng bununla yazaq. Burada məsələn, tutaq ki, yazıram 15 faktorial, böl 14 faktorial, tutaq ki, 9 faktorial, bölmüş 7 faktorial. Neyə bilərəm? 15-i böyük olan kiçiyə qədər açın. 15-i 14-ə qədər açacam uşaqlar. 15 vur 14 nida. Aşağıda 14 nidanın olduğu kimi çıxılmış. 9-u da 7-yə qədər açacam. 9 vur 8, 7 nida. Buna görə deyirdim ki, geri açılışı olaraq yadda saxlayın ki, sizə daha rahat olsun. 7 nida. Buradan 14-lər geçsin, buradan da 7-lər geçsin. Cavab nə qalacaq? 15 çıxılmış, 9 vur 8 də 72. O da bizə nə verəcək? -57. Aydın oldu? Bu formada hesablanacaq. Bu ibtidai tipi. Ən çox problem yaşayırıq təbii ki, nədə? Hər zaman olduğu kimi hərflərdə. Hərf görürsünüz, qaçırsınız. Deyirsiniz, müəllimə, hərfləri biz işləyə bilmirik. Bu arada belə bir şey deyim də, faktorial hesablamada hasil olduğuna görə cavablar hər zaman kiçik bir ədədlərdir. Yəni, cavab kartına baxsınız, həmişə aşağıdakı cavablar kiçik bir ədədlərə təkamül eləyir. Ona görə ən pis ehtimalda nə edəcəyik? Aşağıdakı variantları qoyub hesablaya bilərik. Təbii ki, bu ən son eləyəcəyimiz şeydir. Birinci, normal hesablamalarımızı riyazi qaydasını öyrənək. Məsələn, ikinci örnək olaraq bunu verim, həflə verim. 2 açıq 1 verib, tutaq ki, nida bölünmüş aşağıda 2 açıq 2 nida verib. Bunu yazım. Bunu yazmışkən də ağlıma bir şey gəldi, onu da gərək deyim sizə. Məsələn, A çıx 1 nida yazır, bərabər 5. Belə bir dənə tənli yaz. Tamam mı? Deyir ki, A-nın qiymətini hesablayın tutaq. Bu belə olarsa A-nın qiymətini hesablayın. İndi mən bir dənə bunu hesablayım, ondan sonra sizə bir şey qeyd edəcəm. Demək, hansı balacadır? 2 açıq 1 böyükdür, yoxsa 2A minus 2? Təbii ki, 2A çıx 1 ən balacadır. Elə deyil. Bunu qarışdıranlar olanda da A-nın yerinə qiymət qoyun. Atıram 3 qoy. 6 çıx 1 nə eləyir? Yuxarısı gördünüz 5 elədi. Aşağısı nə eləyir? 10 elədi. Daha doğrusu, yuxarısı 12, 3 qoymuşduq, hə? 5 elədi. Aşağıya da 3 qoyanda 4 elədi. Demək, yuxarı daha böyükmüş. Bunu qarışdıranlar üçün belə ədəd qoyub yoxlaya bilərsiniz. İndi yuxarı böyük olduğuna görə kiçiyə qədər açıram. Yəni, aşağıya qədər açacam. 2A çıx 1 vurulmuş. Bir dənə azaldanda da 2A çıx 1 çıx 1 çıx 2 nida eləyir. Gördük? Düşdü aşağıya. 2A çıx 2. Buna dəymirəm. Balaca ilə işim yoxdur. Çıxılmış. A faktorial təbii ki, A çıx 1-dən böyükdür də. A vur. A çıx 1 nida deyəcəm. Aşağıda A çıx 1 nida bir şəkildə yazacam. Bu bunu aparacaq. Bu da bunu aparacaq. Yuxarıda bu 5 olacaq. Demək, yuxarıdan aldım 2A çıx 1 çıxa bərabərdir 5-ə.
Buradan da a artıq 1 bərabərdir 5-ə. Buradan da çıxır ki, a bərabərdir 6-ya. A-nı 6 tapdıq. İndi mən sizə bir dənə burada xatırlatma eləyəcəm. Diqqət. Tamam. Diqqət nəyə yetirirsiniz uşaqlar? Baxın, bu üçlü qüvvətə bənzəyir. 2a nida yazmışam. Bir də 2a-nı parantezə alıb nida yazmışam. Bunun ikisində fərq var. Baxın, burada 2 vur a nidadır. Yəni nida işarəsinin 2 aidiyyatı yoxdur. Sadəcə kimə aiddir? A-ya aiddir. Yəni mən götürüb bunu geriyə açılış açmaq istəsəm, tutaq 2 vurulmuş, a vur, a çıx 1, nida deyəcəm. Amma burada 2a. Məsələn, a-nın qiyməti 3 olsa bu 6 faktorial deməkdir. Tamam? Yəni o faktorial işarəsi götürüb bu arada şey yazmayın. 2 nida, a nida da yazar bilməzsiniz. Belə ifadə yanlışdır. Yaxşı? 2a bir sayıdır. 2a vurulmuş 2a çıx 1. Baxın, bu formada yazılacaq. Yaxşı, diqqətli olun. Məsələn, bunu biraz açsam da, məsələn, 2a, 2a çıx 1. Məsələn, bir dənə də azatsam, 2a çıx 2, nida yazacaq. Bu belə şeylərə diqqət edin. Yaxşı, imtahanda. Çaşıb bu arada götürüb hər birinə 2 nida, a nida da eləməyin. Bunu ki eləyən uşaqlar var. Hətta belə bir şey deyim. Yuxarıda yazıb 2a faktorial yazıb. Aşağıda tutaq ki 2a yazıb. Belə bir şey yazıb. Uşaq götürür 2 ilə 2-ni ixtisar eləyir. Nə bilim, belə şeylər olmaz. Yaxşı, belə şeylərə diqqət edirik. Bu qayda belə. Sonra uşaqlar, ikinci qaydaya keçək. İkinci qaydamız nə olacaq? İkinci qaydamız, baxın, faktorialın içərisindəki n. N haqqında bilgi. N dediyimiz şey daxil olmalıdır dual sayı. Təbii ki, dim sistemindəki n-lə özlərinin n-i fərqlidir. Elə deyil, dual sayı deyəndə içinə nə daxil idi? Hə, uşaqlar, nə daxil idi? 0 daxil idi, elə deyil. 0, 1, 2 bu formada gedirdi, sonsuz şəkildə gedirdi. Yəni, n böyükdür, bərabərdir, 0 olmalıdır. Bunu bizə polinomlarda da lazım olacaq, elə burada da lazım olur. Yəni, bu şeylərə biraz diqqət edirik. Bu bizim nə işimizə yarayacaq? Necə misallarda qarşımıza çıxacaq deyəcəksiniz. Ümumiyyətlə, faktorialları neçəyə qədər əzbər bilsək yaxşıdır. Məsələn, mən sizə deyirəm ki, ədədlərin kvadratlar cədvəlini neçəyə qədər əzbərləyin? Ən az 25-ə qədər əzbərləyin. Niyə? IQ-da işinizə yarayır. Elə deyil. Görəndə sürətli yazırsınız. Xanaları sürətli doldurursunuz. Sonra ardıcıllıq dərsində. Sonra eyni zamanda matda da sizin üstü saylarda çox sürətli işinizə yarayır. Eyni qaydada da faktorialları əslində matda gəldikdə sadəcə 4-ə qədər bilməyiniz kifayət. Amma bu, məsələn, IQ-da da istifadə olunduğu üçün, ya da ən pis ehtimalda matda da istifadə olunduğu üçün, mən deyirəm 6-ya qədər əzbər bilin. Baxın, 0 faktorial və 1 faktorial ikisi də bizə 1 verir. 2 faktorial 2 verir. 3 faktorial hər dəfə özündən öncəkinə vurursunuz da. 3 vur 2 faktorial, yəni 6 verəcək. 4 faktorial 24 verəcək. 5 faktorial 120 verəcək. 6 faktorial da 6 vur 5 faktorial, 6 vur 120, 720 verir. Buradan gerisini ümumiyyətlə əzbər bilsəz nədir, bilməsəz nədir? Niyə matda ən çox 4-ə qədər bilməyiniz vacibdir? Fikir versəz, 4-dən sonra bütün sayıların əvvəlki 0-la bitdiyinə görə bu da hasil temasıdır axı. 8 faktorial, 7 faktorial olsa nə edəcəydiniz? 7-ni 720-yə vuracaqdınız, elə deyil? Yəni, özündən əvvəl 6 faktorial. Hər şeyin sonu 0-la bitir. Ona görə bizə genəlliklə gerisi lazım deyil. Yəni, misal örnəyi olaraq, baxın, bu qaydaya əsasən necə misallarla rastlaşa bilərim desəz, baxın, balalar, belə bir sualla rastlaşa bilərsiniz. Məsələn, bir dənə örnək yazaq. Yazıb ki, 47 faktorial, üstəgəl, atıram 6 yazıb. Deyir, bunun son birlər basamağı hansı rəqəmlə bitir? Qəşəng sualdır, elə deyil? Baxırsan, ayda, bu 47 faktorial mən necə hesablayacam? Hesablamırsın. Matematiksel olaraq 4-dən sonra hər şeyin sonu nə ilə bitdi? 0-la. Sıfırlı bir şeyin üzərinə 6 gəlsə, təklər basamağı nə ilə bitəcək? Yəni, sıfırlı bir şeyin üstünə düşün 6 gəlsin. Toplam işləm geridən əvvəl olduğuna görə təklər basamağı 6 ilə bitəcək. Yəni, rəqəmin özü ilə bitəcək. Məsələn, bura 6 deyil, 26 yazsın. 26 olacaq. Son rəqəm yəni nə ilə bitəcək? Yəni, ən son basamağı da, yəni 0-ın üstünə 6 gəldiyi üçün 6 ilə bitəcək. İkisinin dəyəri olacaq 6. Və bu bir örnək. Sonra rastlaşa biləcəyiniz misal stilləri belə ola bilər. 1 faktorial üstəgəl 2 faktorial üstəgəl 3 faktorial üstəgəl nöqtə. Bura atacaq 106 faktorial.
Yenə soruşacaq ki, birlər basamağı nə ilə bitir? Qəşəng sual. Neyləyəcəksiniz uşaqlar? Özümüzdən əlavə eləyirik. Hara qədər? 4-ə qədər tamamlayın dedim. 4, 5, bax belə gedir elə. Və neyləyin? 5-dən o yan götürüb silin. 5-dən o yan sizə lazım deyil. Yəni 5 və 5-dən o yan tərəfin hamısının son basamağı, son rəqəmi 0-la bitir. Öncəkisi lazımdır sizə. Öncəni də götürüb hesablayanda bu 1, 2, 6 və 24. Yəni sonu 33-dür. Demək ki, sıfırlı bir şeyin üstünə də 33 gələndə son basamağı 3 ilə bitəcək. Bəzən bunun başlanğıcına 0 da artıracaqlar, 0 faktorial. Yadda saxlayın, 0 faktorial da 1 eləyəndə onda da sonu 4 ilə bitəcək. Yaxşı. Bir də misalını tutaq ki, stilini dəyişirlər. Bax, 2 faktorial, 4 faktorial, üstəgəl 6 faktorial, üstəgəl nöqtə, nöqtə, nöqtə. Tutaq ki, bura 88 faktorial yazıb. Nə olsun burada çift ədədlər gedir. Mən də bilirəm ki, 4-dən sonra hər şeyin sonu nə ilə bitir? 0-la bitir. Yəni məndən son basamağı istəyəcək. 2 faktorial mənə nə vermişdi? 2, 4 faktorial nə vermişdi? 24. Götürüb toplayanı nə eləmişdi? 26. Son rəqəm nə ilə bitib? 6 ilə. Demək, son rəqəm nə ilə bitəcək? 6 ilə. Yəni bu misal stillərini necə dəyişirlər, dəyişsinlər. Son rəqəmi soruşmasınlar. 4-dən sonranı götürüb siləcəksiniz. Aydın oldu? Bura qədər razılaşdıqsa, davam edək. Sonra burada bir də nə düşə bilər uşaqlar? Düşə biləcək soru tiplərindən biri də budur. Tutaq ki, n çıx yazıb 5, nida, üstəgəl 5 çıx n nida, üstəgəl 5 nida, 5 n yazıb. Bax, belə bir sual yazıb. Hətta buna bir A atıb. Deyir ki, bunu hesabla. Yəni, bunu tap. A-nın dəyərini tap. Sən də baxırsan ki, n haqqında heç bir məlumat yoxdur, amma aşağıdakı cavab variantlarının hamısında tam sayılar verib. Düşünürsən ki, bunu necə eləyim? Uşaqlar, biz nə qayda dedik? İçindəki faktorialın içərisi, bax bu hissə, necə sayılar olmalıdır? Doğal sayılar. Yəni, n 5, doğal sayı 0-dan böyük və ya bərabərdir. Elə deyil? 5 çıxın, böyükdür, bərabər 0. Buradan n böyükdür, bərabərdir 5. Buradan n kiçikdir, bərabərdir 5 alırız. Kəsişmə nə olacaq? 5 və 5-dən böyüklər. Bax, deyirəm 5 və 5-dən böyüklər. 5 və 5-dən kiçiklər. Kəsişmə nə oldu? Hə? 5 oldu. N-in dəyəri 5 oldu. Ümumiyyətcə, köklü sayılarda falan da qarşımıza çıxacaq. Yadda saxlayın. Bir misalda bir-birinin əksi olan, yəni, məsələn, yer dəyişməklə n çıx 5, birində də 5 çıx n veribsə, otomatik onun 0 olduğunu düşünüb hesablaya bilərsiniz misalı. Yəni, bu düz çıxacaq. %100 düz çıxacaq misalında. N-in qiyməti 5-dir. N-in qiyməti 5 olandan sonra parı bir yerinə qoyuram. Baxın. 5 qoyandan sonra bu 0 olacaq. 0 faktorial, 0 faktorial. Burada 25 olacaq. 1, 1, 25. O cavab da olacaq 27. Gördük? Necə aldıq? Bu tiplər belə. Hətta buna bənzər belə bir sual da verər. Deyər A bərabərdir n çıx 3 faktorial. Üstəgəl. Tutaq ki, 5 çıx n faktorial. Nə bilim, soruşar A-nın maksimum qiymətini tap, minimum qiymətini tap. Ya da belə bir şey deyər. Cəm n-i tap. Və belə suallarla da rastlaşa bilərsiniz. Bu tipli sorularda da yenə kural nə oldu? N böyükdür 3, böyükdür bərabər 0-a, 5 çıx n, böyükdür bərabər 0-a. N-in qiyməti buradan 3 və 3-dən böyüklər. Burada isə n-in qiyməti 5 və 5-dən kiçiklər olacaq. Yəni 3-ü ala bilərəm. 4 və 5-in qiymətləri. 3, 4 və 5. Bizdən də bunların cəmini istəyir. Cəm də bizə nə verəcək? 7 üstəgəl 5, 12. Və bu formada, bu qaydaya əsasən rastlaşa biləcəyiniz misal tiplərinin hamısına nümunə göstərdim. Bu belə uşaqlar. Sonra keçək növbəti qaydaya. Növbəti qayda nə olacaq? Növbəti qaydamız, məsələn, bu qayda ilə rastlaşa bilərsiniz. Məsələn, bir dənə A faktorial verib, bərabərdir A üstü 2 vurulmuş T şəklində yazacağam. Misalları belə. Yəni, indi buna dair bir dənə nümunə göstərim. Nə demək istədiyimi orada izah göstərim. Məsələn, sən deyəcək ki, tərcümə eləyəcəm bunu sənin üçün. 37 faktorial bərabərdir 2 üstü x vurulmuş A formasında yazacaq. Ya da burada T yazaq. T ilə yazaq. Siz daha çox belə misal görmüsünüz də. Sual nə deməkdir? Sual tərcüməsi budur. Əgər sənə bir dənə sayı verib, faktorial verib, onu geriyə atsan, yəni 1-ə qədər açırsan, açanda, məsələn, burada soruşur sənə 2-lərin neçədən 2 var. Belə deyək də, vuruqlara ayıranda o bütün ədədlərin içərisindəki 2-lərin sayını soruşur. Və misalda sənə maksimum x-i soruşacaq və yaxud cəm x-i soruşacaq. Bax, 2 dənə sual. Burada diqqətli olun. Cəm x-ları soruşa bilər.
ya da ümumiyyətcə x-in ala biləcəyi maksimum sayı soruşar. Burada misallar bu qayda 2 yerə bölünür. Burada 2 qayda ola bilər uşaqlar. A-mızın A asal sayı olacaq. Bax birinci. A asaldır. Asal nə idi? Sadəcə özünə və 1-ə bölünən. Yəni bizim bildiyimiz sadə ədəddir. A sayısı asal deyil. Yəni mürəkkəb sayıdır, belə deyək. Yəni Azərbaycanca yazdım, mürəkkəb sayı asal olmayanlar. Tamam. İndi təbii ki, mənfilərdən danışmırıq da, normal bildiyimiz asal sayılardan danışırıq. Sadə ədədlər olanda uşaqlar, qayda bəsitdir. 37-ni götürəcəksən. Məsələn, 2 sadə bir ədəddir, elə deyil. Taban sadə ədəd olanda. Demək, 37-nin içində 2-ləri tapanda 37-ni götürürsən, bölürsən 2-yə. 37-ni 2-yə böləndə sənin üçün nə verəcək? Bu bizə verəcək 18. Qalıq mənə maraqlı deyil, yaxşı? Həmişə qisməti götürəcəksən. 18-i götürüb təkrar 2-yə böləcəksən, düşəcək 9. 9-u götürüb təkrar 2-yə böləcəksən, 4. Və dediyim kimi qalıqlara baxmırıq. Biz say axtaracağıq. 4-ü 2-yə böləcəksən. 4-ü 2-yə böləndə 2. 2-ni də 2-yə böləcəksən 1. Sonra götür bunları topla. Hər dəfə bu qismətləri, bölümləri götürüb toplayanda buradan 18 artı 9, 27. 27 üstə gəl 4, 31. 31 üstə gəl 2. 31-in üstünə 2, 33. Üstünə də 1 gələndə 34 dənə. Demək 37 ədədindəki 2-lərin sayı x yazaq, 34 dənə olacaq. Yəni burada tapdığımız şey bizim x-ların sayını verdi. Yaxşı. Bu x-in ala biləcəyi maksimum saydır. İndi deyəcəksin niyə? Baxın, mən düşünün, t orada nədir? Baxın, 37-nin açılışında nə var? 2-lər var, 3-lər var, 5-lər var, 7 var, 11 var, 13 var, sadə ədədlər var da yerdə. Bütün cütlərin içindəki 2-ləri çəkəndən sonra onun içində necə ədədlər qaldı? Təklər qaldı. Yəni o yerdə qalan tək ədədlər hamısının da hasil t-nin içindədir. Və mən ürəyim istədiyi qədər 2-ni götürüb, bəzi 2-lərin yarısını da t-nin içində saxlaya bilərəm. Yəni onda mən matematiksel olaraq x-a minimum nə verə bilərəm? 0. Yəni heç x 2 götürməyə bilərəm də. Bütün 2-ləri saxlayaram t-nin içində. Yəni ona görə x-ə minimum 0 verə bilərəm. Riyazi olaraq demək x 0-dan 34-ə qədər bütün ədədləri ala bilər. Yəni bu suallara diqqət olun. Maksimum x istəyəndə cavab 34 olacaq. Amma x-ların cəmini istəyəndə siz term sayını hesablayacaqsınız. Yəni 0-dan başlayacaqsınız. Yəni belə deyək, hətta 1-dən götürün də 0-ı toplamanın ehtiyacı yoxdur axı. Orada sən verəcək onda 1-dən 2, 3, nöqtə-nöqtə 34-ə qədər. Biz də term ardışıq sayıların hesablanmasından bilirəm. 34 vur 35 bölünmüş qaydası ilə hesablaya bilərik. 17 vur 35 sayda. Yəni cəmi də bu verəcək. Yəni diqqətli olmaq lazımdır. Cəm deyəndə də götürüb 34 götürməyin. Yaxşı? Bu belə. Hətta bir başqa örnək də yazaq. Örnəklər də yaza bilərik. İndi belə bir şey deyəcəm. Oradakı sayı bizdə şey olmasın. Asal olmasın. Bax belə bir sayı verəcəm indi. 25 faktorial bərabər 8 üstü x vura. Buradakı 8 nədir? Mürəkkəb sayıdır, elə deyil. Onu asal sayının qüvvəti kimi göstərsəm, necə yazdım? 2 üstü 3x olacaq, üstü sayına. Bu ay deyil də, bunu bir t ilə yazacağam həmişə, sizə daha rahat olsun. Bu 3x. Yenə də mən x axtaracağam. Hətta belə eləyim, sualı 2 başda qoyacağam həmişə ki, tam aydın olsun. Maksimum x istəyəcəm, bir də cəm x istəyəcəm. X-i yazım bura, özünüz biləcəksiniz. İndi, yenə mən 25-in içindəki nələri axtaracağam 2-lərə. 25-i götürüb nəyə böləcəm? 2-yə. Nə düşəcək mənim üçün? 12. Böləcəm yeni 2-yə. Nə düşəcək? 6. 6-nı 2-yə. 3. 3-ü 2-yə. Bir dəfə. Aşağı. Burada 1-i bölmək olmur axı. Götürüb bunları toplayım. 12, 6, 18. 18-in üstünə 3 və 1-i. Yəni altını yazmağı unutdum. Cavab eləyəcək 22. Elə deyil. Demək, maksimum x-ların sayını 2-lərin neçədən sayı ola bilər? Aha, indi gözlə. Burada gözləyir uşaqlar. Tapdığım şey neçədən 2 var deməkdir. 2-lərin sayını nə götürmüşəm? 3x götürmüşəm. Elə deyil, yəni 2-nin üstündə 3x var. 3x sayda 2 bərabərdir 22-yə.
İndi deyəcəksiniz müəllimə, orada x axı say bildirir. Say dediyimiz şey də tam olmalıdır. Mantıqsal olaraq mən də tam saydasını götürəcəm. Gerisi mənə lazım olmayacaq. 3x 22-yə böləndə x-in qiyməti nə olacaq? Tam hissəsi 7 olacaq. 7 tam, gerisi var da. Yəni bu nə deməkdir? Mən 8 yaratmaq üçün hər dəfə 3-dən 2-yə ehtiyacım var axı. Ona görə aldığım ədədin 3-ə tam bölünən hissəsini götürəcəm. 7. Aha, x-a mən 7 deyəcəm. Tamam? X-in qiyməti olacaq 7. X-in qiyməti 7-dir. Demək mən x-a maksimum nə verə bilirəm? 7 verərəm. Amma x hansı qiymətləri versəm desəm, 0-dan 7-yə qədər olan qiymətlər. Yəni 1, 2, 3, nöqtə, 7 qədər ədədlər toplayacaqsınız. 7 vur 8 böl 2. O da bizə nə verəcək? 28 verəcək. Yəni ədədlərin cəmi 28. Yəni belə bir şeylərə diqqətli olur. Yaxşı, iki başlı suallardır. Sonra başqa necə sual? Yenə də başqa bir örnək yazaq. Məsələn, belə bir örnəklə rastlaşa bilərsiniz uşaqlar. Tutaq ki, yazıram ki, 32 faktorial bərabərdir 25 üstü x vur t. Yəni 25-i asal sayının qüvvətləri kimi göstərmək istəsəm, nə olacaq? O 25-i 5-in nəyə kimi yaza bilərəm? Kvadratı. Onda 5 üstü 2x vur t kimi yazacağam. Yəni mən kimi axtarıram? 5-i axtaracağam. 32-ni götürüb nəyə böləcəm? 5-ə böləcəm. 5-ə böləndə 6. 6-nı 5-ə böləndə bir dəfə. Götürüb toplayanda 7 eləyir. 2x 7-yə bərabərdirsə, x-imizin qiyməti tam hissəni götürürəm. 3 tam onda 5-dir, mənə 3 lazımdır. Demək, ən azı 3 dənə 25 yarada bilərəmmiş. Aydın oldu. 3 dənə. Demək, maksimum x-imizin qiyməti 3 oldu. Yəni, ümumiyyətlə, maksimum 3 dənə oldu. Bəs sizə cəm x desən, eləyəcəksiniz? 1, 2, 3. Bunlar topla. Amma minimum 0 daha. Yaxşı mı? Qarışdırmayın. O da nə eləyəcək? 1, 2, 3-ün cəmi 6. Bu formada x-a verə biləcəyiniz qiymətlərin cəmi bu olacaq. Bu belə. Sonra bir şey daha izah verəcəm. Məsələn, ən çox imtahanlarda, yəni ya da dərs kitablarında, standart kitabların hamısını işləyəndə şeylə rastlaşacaqsınız. Məsələn, tutaq ki, örneğin olur 10 faktorialın açılışındakı, tutaq ki, şeyi soruşacaq. 2 üstü x, 3 üstü y, 5 üstü z, nə bilim 7 üstü t. Sizə də deyəcək ki, maksimum x üstə gəl, y üstə gəl, z üstə gəl, t-ni tapın. Tamam. İndi bu nə deməkdir? Mən 10 faktorialın açılışındakı 2-lərə, 3-lərə, 5-lərə və 7-lərə ehtiyacım var. Tamam. İndi mən 2-ləri tapmaq üçün onu 2-yə böləcəm 5, 5-i 2-yə böləcəm 2, 2-ni 2-yə böləcəm 1. Neçədən oldu? 8 dənə. X-in maksimum qiyməti 8. Demək, bundan 8 dənə oldu. Bu başına yazacağım kiçik bir şəkildə. Sonra 3-ü axtaranda onu böləcəm 3-ə 3 dəfə. 3-ə böləcəm 1 dəfə. Götürüb toplayanda neçədən olacaq? 4 dənə. Bundan 4 dənə. 5-i axtaranda onu götürüb 5-ə böləcəm 2 dənə. Oca 2-ni 5-ə bölmək olmadığına görə bu formada qalacaq. 7-dən onda 1 dənə olacaq. Elə müşahidə elədiniz. Taban böldükcə sayı neynədir? Azaldı. Tərs mütənasib asılıdır. İçərisindəki asal sayı böldükcə onun sayı azalır. Bu formada bir qaydanı hafızamızda tutaq. Onda mən sizə buradan belə bir qayda yaza bilərik uşaqlar. Belə bir şey deyəcəm. Baxın, belə bir şey deyim. Və məsələn, bunu yadda saxladıq. İndi belə bir şey eləyək. Yuxarıdakı misallarda fikir verdinizsə, örnəklərdə hamısında nəyə gətirmişik? Məsələn, mən 2 sadə ədəd idi. 8-i məsələn 2-nin qüvvətinə, bir tək sadə ədədin qüvvətinə gətirdim. Məsələn, 25 bir tək sadə ədədin qüvvətidir. Bəs 2 dənə ədəd olsa, 2 sadə ədəd olsa nə edəcək desəz? İndi uşaqlar, tutaq ki, verib 42 faktorial. 42 faktorial bərabərdir 6 üstü x vur t yazıb. Tamam mı? 6-nı sadə ədədlərin hasili kimi göstərsəm, 2 üstü x və 3 üstü x vur t kimi olacaq. Elə deyil. Mən sizə belə bir şey dedim. Demək, 6 yaratmaq üçün bizim eyni sayda 2 və eyni sayda 3 ehtiyacımız var. Yuxarıda 10 nümunəsində də fikir verdiksə, mən ədədin tabanın sayı böldükcə, yəni belə deyək, əsaslar 2, 3, 5 gördünüz. Aşağı böldükcə sayı nə etmişdi? Azalmışdı.
Mənim də eyni sayda 3-ə və eyni sayda 2-yə ehtiyacım varsa, 2-dən daha çox olacaq, elə deyil. Az olandan çox olur, çox olandan az. Riyazi olaraq artıq mən 2-ni axtarmağa ehtiyacım yoxdur. Direkt nəyi axtaracam? 3-ü axtaracam. Yaxşı? Çünki 3-dən az olacaq. 3-dən neçə dənə varsa, 2-nin artığını nə edirəm? Mənə də az olan qədər lazımdır. Yəni 3 ilə birləşdirməyimə ehtiyac lazımdır ki, ehtiyacım var ki, 6 yarada bilim. Yəni 42 faktorialı götürüb nəyə böləcəm? 3-ə böləcəm. Kiçiyini sil. Yaxşı? Kiçiyini sil. Yəni burada götür, kiçik olanı sil. 42-ni 3-ə böləcəm. Mənə nə verəcək? 14 verəcək. Götürəcəm 3-ə böləcəm, 4 verəcək. 3-ə böləcəm 1 verəcək. Götürüb toplayanda 19. Demək maksimum x-a 19 verə bilərəm. Yəni maksimum 6-dan 19 dənə yarada bilərmişəm. Tamam gençler. Bu formada işlənir. İndi mənə sual verərsiniz ki, yəni 19 həqiqətən də təkrar istəyirəm isbatını göstərim. 42-ni götürüb 2-yə bölsəm nə düşəcək? 21. 2-yə bölsəm nə düşəcək? 10. 2-yə bölsəm nə düşəcək? O 5. Bölürəm 2-yə 2. 2-ni 2-yə 1. Baxın, götürün, toplayın bunu. Nə eləyəcək? 31, 36, 39 dənə. Yəni 39 dənə 2 var. Amma mənim 19 dənə 3-üm var. Eyni sayda 2-yə və 3-ə ehtiyacım var axı. Görün nə qədər 2 artıq qaldı. Artıq qalana ehtiyacım yoxdur. Ona görə mürəkkəb ədəd verəndə onu sadə vuruqlarına ayırın. Sadə vuruqların qüvvətləri şəklinə göstərin və onlardan böyük olan asal sayını axtarın içindən. Tamam mı? Bu formada. Yəni onda mən sizə belə bir şey deyim də. Tutaq ki 35 faktorial bərabərdir 12 üstü x vur t yazıb görürsünüz. Bunu asal vuruqları kimi yazsam 2 üstü 2x və 3 üstü x götürəcəm. Kimə böləcəm? 3-ə bölməyimə ehtiyac var. Yaxşı. Bu formada işləyəcəyiz. İndi eyni qayda ilə geçsək. Məsələn 47 faktorial bərabərdir 10 üstü x vur t yazacağam. Hə, mən indi burada bu 10-u 2 üstü x və 5 üstünə kim yazdım? X vur t. Kim axtarmalıyam? 5-i axtarmalıyam. 47-ni götürüb böləcəm 5-ə. Mənə nə düşəcək? 9 dəfə. Böləcəm 5-ə 1 dəfə. Demək maksimum x-im nə olacaq? 10 olacaq. Yaxşı, maksimum x-imizin dəyəri 10 olacaq. Amma məsələn x-in ala biləcək cəmləri soruşsa, 1-dən 10-a qədər ədədlərin cəmi 10 vur 11 böl 2 formasında 55 olacaq. Bu formada diqqətli oluruq. İndi belə bir şey deyəcəm uşaqlar. Bir ədədin belə bir şey yazım. Belə bir şey yazacağam. Baxın, mən bunu yazmışam. Belə bir ədəd yazmışam. Mən bunu bu formada yaza bilərəm. Belə yaza bilərəm. Belə bir suala cavab verək də. Bir ədədin sonunda neçə dənə 0 varsa, o ədədin belə deyək, vurulduğu onun da qüvvəti nə olacaq? Yəni bir ədədin arxasında neçə dənə 0 varsa, o sayda da 10-a vurulmuş olacaq. Elə deyil, 10 vuruğu var deməkdir o ədədin içində. 37 vur 10 üstü 3 formasında göstərə bilərəm. Məsələn, bunun sonunda 3 dənə 0 varsa, demək onun içində neçə dənə 10 vuruğu var? 3 dənə var. Deyəm çatdı. İndi mən buradan çıxış eləsəm, mən belə bir şey desəm, bir dənə a faktorial indi qaydalarını yazım. İzahı keçim. Məsələn, demək a faktorial bərabərdir sonundakı sıfırların sayını soruşsalar, bax. Yaxşı, n. Demək, bu sualın cavabı eyni zamanda elə bu sualın cavabı deyil. Buradakı, hətta bunu n yazım. Buradakı sualın cavabı ilə bu eyni bir şey olmadı. Bir ədədin sonundakı sıfırları soruşmaq, ondan nəyi soruşmaq deməkdir? 10 vuruqlarının sayını soruşmaq deməkdir. Və hətta belə bir şey yazım uşaqlar. 3, 7, 0, 0, 0 yazmamışam. Çıx 1 yazım. Nə alacaqsınız? 9, 9, 9, 6, 3. Sonunda neçədən 9 oldu? 3 dənə. Əgər mən ədəddən 1 çıxıramsa və onun sonunda, alınan misalın sonunda 9'ların sayını soruşuramsa, matematiksel olaraq çıxma işləmi girdinə və təklik onluq yüzlü aparıldığına görə ədəddə neçə dənə 0 varsa, o qədər 9 olmuş olur. Gördük. Onda belə bir qayda yaza bilərəm. A faktorialdan götürüb 1 çıxsam, ədədin sonu 9'larla bitəcək. Və mən bu 9'ların sayını soruşuramsa, bu 3 sualın 3'ündə də nəyi soruşmuş oluram?
sıfırların sayını soruşmuş oluram. Yəni içindən 2 dənə 10 vurğu olduğunu soruşmuş oluram. Və yuxarıdakı misalda fikir verin, 47 faktorialın içindəki 10'ları axtaranda nəyə bölmüşdük? Asal çarpanı 2, 5 idi və böyük olana bölürdük. Elə demək. Demək bir ədədin sonundakı neçə dənə 0 varsa və yaxud neçə dənə 10 vurğu varsa və yaxud 1 çıxandan sonra sonla neçə basamağında 9 varsa, 9'ların sayını soruşursa, bunların hamısının qaydası nə oldu? A faktorialı götürüb A-nı nəyə böləcəyik? 5'ə böl. Yaxşı? Və salam. Gördünüz, üçünü birində birləşdirdik. Yəni məsələn mən misal versəm sizə 46 faktorial bərabərdir sıfırları soruşsam və təbii ki, həmişə sıfırların sayını soruşanda maksimumu nəzərdə tutur. Yəni başqa bir sual yoxdur. 46'nı götürüb sadəcə nəyə böləcəm? 5'ə. 9, 5, 1 deyəcəksən 10 dənə. Və salam. Məsələn və yaxud 57 faktorial çıxılmış 1 yazmışam. 9'ların sayını soruşuram uşaqlar. Bax. Demək 57'ni sadəcə götürüb nəyə böləcəksən? 5'ə. 11 dəfə 5'ə böləcəksən. 2 dəfə deyəcəksən 13 dənə. Bəs sən götürüb toplayırsan. Bu qədər. Aydın oldu? İndi başqa bu tipli soruları işləyəndə uşaqlar bəzi sorular var, matematiksəldir, yəni belə də. Bəziləri var ki, sayısal qoymaq lazımdır. Yəni biraz fikirləşəcəyiniz sual tiplərinə rastlaşa bilərsiniz. Məsələn, belə bir sual örnəyinə rastlaşa bilərsiniz. Bunu bir not olaraq da özü üçün alın, yaxşı. Not olaraq da ala bilərsiniz və yaxud da mantığına varın. Hər şeyi yadda saxlamaq olmur dediyim kimi. Tutaq ki, belə bir misalla rastlaşacaqsınız. Deyəcək ki, A faktorial, tamam mı? Çıxılmış 3 yazacaq. Atıram 3 yazacaq da. Yazacaq bura 9, 9, 9, 9, 9. Məsələn, son rəqəm nə ilə bitəcək onda? 7 ilə bitəcək də mantıqsal olaraq. Hətta neçədən oldu? 1, 2, 3, 4, 5, 6. Hətta heyecanlanıraq. Bir dənə də ata 7 dənə. Bax, belə nöqtə. Sondan kaç basamağı? 7 yazıb. Bax, 7 dənə. Riyazi olaraq bu 3'ü bura keçirsəz, bu rəqəmlərin hamısı 7 dənə sondan nə almış olarsınız? Sıfırlanmış olacaq, elə deyil. Yəni 3 çıxdığı üçün son rəqəm 7 ilə bitib də 1 çıxsaydı 9 ilə bitəcəkdi. Demək ki, sonunda sizdən də şey soruşacaq. Məsələn, maksimum B-ni soruşa bilər. Və yaxud A, B sayısının özünü soruşa bilər. Fərq eləməz. Ya da A rəqəminin özünü soruşa bilər. Demək, sualın ideyası nədən ibarət? Bir dənə 2 rəqəmli ədəd var, onun faktorialı var və ondan 3 çıxandan sonra ədədin sonunda 7 dənə sıfır alınır. Yəni bu o deməkdir. Yəni 3 oynatın, sağa keçirəndə hamısı sıfırlanır da. Son rəqəmi 7 dənə sıfır olan 2 basamaqlı sayları soruşur. Sayının son rəqəminin ən böyük ehtimalını soruşur. İndi bu sualı çözəndə gəlin belə eləyək. Baxın. Gəlin, biz sıfırları axtaranda ədədin içindən nəyi axtarırdıq? 5'ləri axtarırdıq, hə? Gəlin bir yazmağa çalışaq. 10 faktorialı götürüb 5'ə bölsək, içindən nə 5 olacaq? 2 dənə. Məsələn, 11'i bölsək, 2 dənə. 12'ni bölsək. Bu arada şey eləməyin, hə? 12'ni götürüb 5'ə bölüm, 2 dənə oldu. O tema deyil. İndi göstərəcəm. Məsələn, 2 dənə. Ta 13'ü böldüm, 2 dənə. 14'ü böldüm, 2 dənə. Hə, bir də indi 15'i böl. 15'dən neçə dənədir? 3 dənə. Fikir versəz, bu formada gedir. 16'dan ta neçəyə qədər? 19'a qədər hər dəfə neçə düşəcək? 3 düşəcək. 20'yə gedin. 20 faktorialdan neçədən olacaq? 4. Neçəyə qədər? 24'ə qədər. 4 olacaq. Məsələn, 25'i bölün. Bunu demək istəyirəm. Böyük ehtimal çoxunuz 20'ni götürüb 5'ə bölür, 4 tam hissəsini götürürsünüz. Elə bir şey deyil. 5'lərin sayını axtaran necə bölür? 5'ə bölürəm, 5 dəfə düşür. Qaytar bir dəfə də 5'ə bölürəm, nə düşəcək? 1 düşəcək. Bundan bunu toplayan neçə dənə olmuş olacaq? 6 dənə. Demək 25'də 6 dənə olacaq. Ta neçəyə qədər? 29'a qədər. Hamısında 6 dənə olacaq. Məsələn, 30'dan başlasan. 30'u böldüm, nə düşəcək 5'ə? 6. 6'nı 5'ə böləcəm, nə düşəcək? 1. Məsələn, 30'da 7 dənə olacaq. Ta neçəyə qədər? 34'ə qədər. Məsələn, 35'dən başlayaraq. 35'i böləcəm, nə düşəcək? Bizə nə düşəcək? 7. 7'ni 5'ə böləcəm, nə düşəcək? 1. Toplayanda 8 dənə. Yəni, bu formada 4, 4, 5, 5 gedir aradakı fərqlə. Aydın oldu, deyəm çatdı. Bu formada gedir. İndi bu sualın cavabı nə olacaq? Bizə neçədən 0 lazım idi? Neçədən 5 lazımdır? 7 dənə. 7 dənə olan civar hardadır? 30-dan 34 arasında. Bizdə də son rəqəmin nə olmasını istəyir?
maksimum olmasını istəyirsə, B-yə maksimum 4 verəcəm. B-nin minimum olmasını istəsəydi, A-B sayısını 30 götürüb son rəqəm 0 götürəcəydim. Maksimum istədiyinə görə 34 faktorial götürəcəm. B-nin qiyməti 7 olacaq. Baxın, bu suallar bu şəkildə çözülür. Yaxşı, bu şəkildə həll edəcəyiz ballar. Sonra, məsələn, başqa bir sual, buna bənzər, hazır bunu yazmışkən, əziyyət çəkmişik. Elə deyə bu boyda misal qurmuşuq. İndi buna bənzər başqa bir sual daha çözək. Məsələn, belə bir sual düşsün sizə. Yazıram ki, 34 faktorial vurulmuş tutaq ki, n faktorial bərabərdir. 10 üstü 15 vurulmuş, bir dənə A yazıram. Deyirəm, minimum n neçə ola bilər? Və belə bir sual atmışam. Ürəyim istədi, belə bir sual atdım. Uşaqlar, bu nə deməkdir? 10 üstü 15. Neçə dənə 0 var? 15 dənə 0 var. Sıfırların sayı nə eşitdir? 5'lərin sayına. Elə deyil. Mənim elə bir şey eləməliyəm ki, 15 dənə 5'im olsun. Birinci 34 faktorialın içində neçə dənə 5 olduğunu tapım. Bu 5'ini tapacağım. 34'ü böldüm 5'ə nə düşdü? 6 dənə. 6'nı böldüm 5'ə nə düşdü? 1. 7 dənə burada var cəbdə. Bunun şeyin içində 7 dənə var. Bunun içində 7 dənə var. 7 dənə varsa, demək ki, elə bir şey olmalıdır ki, burada da 8 dənə olsun. Eləmi? 8 dənə saxlayan, 8 dənə saxlayan. Bizdə də 8 dənə neçədə başlamışdı? 35-də başlayıb neçədə bitəcəkdi? Məsələn, burada 39-da bitəcəkdi, elə deyil. Bizə də n-in ən az olmasını istəyirdi, elə 35 faktorial götürəcək. N-in minimum qiyməti 35 faktorial olacaq. Aydın oldu, necə çözdük? 35 faktorialda çünki ən az sayda 8 dənə 5 saxlamış olacaq. Bu sual belə olacaq. Maksimum desəydi 39 götürəcəkdik. Bu formada işlənən bir sual tipidir. Sonra bunu dedikdən sonra başqa bir kurala keçək. Bir də belə bir şey deyə bilərlər uşaqlar. Deyər ki, məsələn, A faktorial üstə gəlsək B faktorial. Məsələn, bunun sonundakı sıfırların sayını soruşa bilərlər. Ya da nə bilim, A faktorial plus minus B faktorial. Hətta qayda 1 çıxar. Bu dəfə də 9'ların sayını soruşar. Yəni, biz bildik ki, artıq 1 çıxanda da o sıfırların sayını soruşur. Sıfırları da soruşanda 5'ləri soruşur. Elə deyil. Uşaqlar, baxın, bu tipli sualları işləyəndə nəyə diqqət edirsiniz? Əgər A və B ardışıq saylar, ya da belə deyək, ardıcıl ədədlərdirsə, faktorial, belə deyək, yaxın ədədlərin faktorialdırsa, onlardan ortaq vurğu çıxarıb hesablama aparmaq olur. Onda bu misal tipləri 2 yerə bölünür. Birincisi, ardıcıldırsa, ardıcıl ədədlər olanda misalı hesabla. Hesabla. Yox, ardıcıl deyilsə, belə deyək də, ardıcıl dediyim yaxın olsun, yaxın. Bir də yaxın deyil, uzaq ədədlərdir. O zaman bu misallardan böyüyünü sil. Böyüyünü sil, kiçiyini 5'ə böl. 5'ə böl. Yəni, nə demək istəyirəm? Səbəbini izah eləyəcəm. Şey kimi düşünün, yazmışam ki, tutaq ki, belə bir misal atıram özümə. Amma ispat eləmək üçün deyirəm. 113 faktorial, tutaq ki, üstə gəlinmiş 12 faktorial. Belə bir şey yazmışam. Təbii ki, heç birlikdən ezbər bilmirəm. Sadəcə isbatın gedişatını göstərmək üçün deyirəm. 113 faktorial fərz edirəm. Baxın, belə bir şey. Bir ədədmiş uşaqlar. Baxın. Sıfırları belə bir şey. 12 faktorial da belə bir şeymiş. Fərz elədim. Dəqiq deyil. Yaxşı, fərz edirəm. Sadəcə isbat üçün. Mən bunları toplayanda son basamağındakı, baxın. Son basamağındakı sıfırları soruşanda nə baş verdi? Toplam işlem tək 10, 100 gerdən əvvəl olduğuna görə riyazi olaraq balacasında neçə dənə sıfır varsa, yekun misalımın cavabında da o qədər nə olacaq? Sıfır olacaq. Ədədlər bir-birindən çox uzaqdır, görürsünüz? Yəni, ədədlər bir-birindən uzaq olanda, faktoriallar böyük olanda, böyüyünün sonunda daha çox sıfır olacaq, kiçiyində az olacaq. Onda riyazi olaraq balacada neçə dənə sıfır varsa, ədədin son basamağında da o qədər sıfır olacaq. Böyük olanı siləcəksiniz. 12 faktorialı götürüb sadəcə sıfırları axtaranda 5'ə böləcəm. 5'ə böləndə 2 dənə. Yəni, mənim misalımın sonunda 2 dənə sıfır olacaqmış. Ya, başqa bir misal ataq. Bu sadəcə isbatını göstərmək üçün idi uşaqlar. Uzaq olanda, məsələn, nə götürdük uzaq olanda? Başqa bir şey götürək. Yazıram ki, tutaq ki, 72 faktorial, üstə gəlmiş 36 faktorial, çıx 1.
Hətta burada 9'ların sayını soruşuram. En yazacağım. 72 ilə 36'dan ortaq çıxara bilmirəm. Hətta aralarındakı fərq çox böyükdür. 72-ni silirəm. Bir ilə işim yoxdur. Çünki 9'ları soruşmaq, 1 çıxdığı üçün 9 soruşur. 36'nı götürüb sadəcə nəyə bölürəm? 5'ə. 5'ə böləndə nə qalacaq? 7 dəfə. 7'ni götürüb 5'ə böləcəm bir dəfə. Götürüb toplayanda mənə 8 dənə. Enin qiyməti olacaq 8. Baxın bu sual belə. Bu belə. Ardıcıl ədədlər olanda mütləq neyin dedim? Hesablayın dedim. Məsələn, belə bir misal yazıram. 4 vurulmuş 15 faktorial, üstə gəl 14 vur 16 faktorial, üstə gəl 17 faktorial kimi bir sual var. Bu sual hardansa yadımda əzbər qalmışdı, ola bilər. Fotokopi yaddaşım olduğu üçün uşaqlar bəzi suallar hafızamda olur, qalmış ola bilər. Neysə, bu otomatik yazdım çünki məncə bu sualı hardasa görmüşəm. Demək, uşaqlar, burada eni soruşuram mən sizdən. Baxın, nə edəcəm burada? Buradakı faktorial 4'ə aid deyil. Çaşıb onu götürüb 4'ü 15'ə vurub 60 faktorial kimi düşünməyin. Mən baxıram ki, burada 15 var, 16 var, 17 var. Ardıcıl ədədlərdir. Və mən ən balacasını çıxarıram mötərizə xaricinə. 15'i çıxaranda burada nə qalacaq? 4 qalacaq, üstə gəl. 16'nın açılışı nədir? 16 vur 15 faktorial. Elə deyil. 15'i çıxarmışamsa yerində nə qaldı? Sadəcə geriyə 14 vur 16 qaldı. Üstə gəl. 17'ni geriyə açılış yazsam 17, 16 və 15 faktorial deyil. Buradan da 15 faktorialı çıxaranda nə qalmış olacaq? 17 vur 16 qalmış olacaq. Bu formada. Bu da bərabərdir. Burada 15 faktorial vurulmuş. İndi bir dənə bir şey eləyəcəm. Biraz tənbəl insan olduğum üçün uşaqlar bəzən şey hesablama edirəm. Məsələn 6'nı 7'yə vursam sonra rəqəm nə ilə bitəcək? 70, 42, 2 ilə bitəcək. Bunu buna vursam 4 ilə bitəcək. Bu da 4 ilə bitəcək. Toplayanda 0 yaradacaq. Mən nə zaman misal hesablayıram? Əgər misalın sonu mən faktorial axtaranda sıfırların sayını soruşanda nə axtarmalıyım? 5. Yekun misalın cavabında da alacağım ədədin sonu ya 5 ilə ya da 0 ilə bitirsə hesablayıram. Bu ədədin sonu 0 ilə bitdiyinə görə bunu hesablamağa dəyər. Mən bunu hesablasam 14'ü 16'ya vuraq. 14 vur 16 nə eləyəcək? 6 vur 4. 24, 4, 8, 4, 1, 4, 2, 224 buradan. 17, 16'ya vursam 42, 2, 4, 6, 4, 10, 7, 1, 2, 8, daha doğrusu 2, 7, 2. Üstüne de 4 gəlsəm, 2, 7, 2'nin üstüne 2, 2, 8 gələcəm. Bu da nə verəcək mən? 500 verir. 500 verir. 15 vurulmuş 500 yazacağım. Baxın belə. İndi uşaqlar, mən bunun sonundakı sıfırları axtarıram. Elə deyil. Faktoriyalı normal standart qaydada faktoriyalı axtaranda 5'ə bölürəm. Nə düşəcək? 3 dəfə. Bunun içində 5'dən neçədə nədir? 3 dənədir. 5 amma normal standart ədəddir. Bunu götürüb asal, belə deyil də, çarpanlarını ayıracam. Sadə vuruqlarını ayıracam. 5'ə böləcəm, nə düşəcək? 100 düşəcək. 5'ə böləcəm. Deyəcəksiniz ki, indi bəziləriniz deyəcəksiniz ki, səhv ayırdınız, 2'dən başlamalısınız. O məktəbdə müəllimlərin bizə zoraki olaraq öyrətdiyi bir şeydir. Yanlış bir şey deyil. Vuruqların yerini dəyişəndə hasil dəyişmir. Mən ürəyim genəldə böyük ədəddən hansına baxıram, hansı xoş gəlirsə oradan başlayıram. 5'ə böləcəm, nə düşəcək? 20. 5 böləcəm 4. 2, 2, 2, 1. Neçədən 5 oldu? 3'dən 5 oldu. Yəni bunun da içində 3 dənə oldu. Yaxşı. Çaşıb bunun sonundakı sıfırları götürüb getməyin. Yəni 2 dənə sıfır burada var. Fiyo da müəllimə. 2 dənə burada var. Bunun içində 3 dənə var. Cavab 5 götürməyin. Uşaqlar, biz misalın içində niyə 5'ləri axtarırım? 15 faktorialın içində kifayət qədər 2 var. 500'ün içindəki 5'ləri, artıq qalan 5'i gətirib bundakı 2 ilə birləşdirib də 0 yarada bilərəm. Ona görə hər dəfə normal ədədi sadə vuruqlarını ayırıb içindəki 5'ləri tapın. Faktorialların da içindəki sadəcə 5'ləri. 5'lərə fokuslanın. Yaxşı, sıfırlarla işiniz olmasın. 3 buradan, 3 buradan. 6 dənə ədədin sonu 0 ilə bitmiş olacaq. Bu tipli suallar belə. Sonra uşaqlar, başqa bir də mən sizə faktoriallarda ən çox rastlanan sual tipi, başqa bir misal örnəyi. Gəlin, artıq qayda elə bir qalmadı. Bir dənə də şey var. Adı yoxdur qaydanın. Amma mən qaydaya özümdən ad qoyuram. Çünki bəzi qaydaları yadda saxlamaq biraz çətin olur. Özümdən max minimum testləri deyirəm bunlara. Max minimum testləri. Max minimum testlərində söhbət nədən gedir? Əvvəlcə onu deyim uşaqlar. Məsələn, sizə deyəcək ki, məsələn, sizə belə bir sual verəcək.
Elə örnəklər üzərində göstərəcəm. Yazacaq ki, tutaq ki, yazır ki, birinci örnek budur. N faktorial bərabərdir 30 vurulmuş n faktorial. Sən də deyir ki, tutaq ki, fərz edirəm ki, maksimum n-lə deyir minimum n-i topla ya da nə bilim soruşacaq n-i ala biləcək qiymətləri tap falan. Bu sualların asan versiyasıdır. Uşaqlar, faktorial bunun maksimumu tapmaq həmişə asandır. Bax, bu başına attım getdi. Bu hissə var ya, bu hissə. Bu hissə. Faktorial nədir? Faktorial ardıcıl ədədlərin hasilidir. 30 vurulmuş nida. Dərsin ən başında mən sizə izah eləyəndə, baxın, burada nə deyib başlamışdım dərsə? 5 vur 4 faktorial. 5 faktorial necə açsın? 5 vur 4 faktorial. 5 vur 4 vur 3 faktorial. Və bu şəkildə gedə bilərəm. Yəni, eyni temadan buradan çıxış eləsəm, eyni ideyadan baxsam, bu 30 vurulmuş. 30-dan sonra neçədən ədəd çatışmır onda? 29 dənə. Emə verəcəyim maksimum qiymət 29 faktorial olacaq. Onda bunu qaytarıb yığanda da bu 30 faktorialın açılışı olacaq. Şu da n-in maksimum qiymətini tapdıq. 30'uymuş. M-in maksimum qiyməti 29'muş. Bu birinci qayda. Maksimumları tapmaq həmişə çox ponçik, rahat bir şeydir. Bir də bunun minimum və ya aralıq hallar teması var. Minimum və aralıq hallar nə demək uşaqlar? Baxın, mən dedim ki, faktorial ardıcıl ədədlərin hasilidir. Buradakı 30 var. Buradakı 30'u mən ardıcıl ədədlərin hasili kimi düşünsəm. Yəni, 30 neçə vur neçə olar? 6 vur 5 olar, elə deyil. Yəni, misal belə yazsam, 6 vur 5 vur n faktorial. Yuxarıdakı ideyadan çıxış eləsəm, 6 vur 5, özündən öncə neçədən çatışmır? 4 dənə. Demək, n-imiz 4'müş, n-imiz nə olacaq? 6 olacaq. Deyəm, çatdı. Amma 30'u başqa ədədlərin ardıcıl hasili kimi göstərə bilmirəm axı. Ona görə də elə qalır. 6 vur 5 və 4. Demək, n-in maksimumu 30'muş. Minimumu da, daha doğrusu n'in maksimumu 30, minimumu da 6 oldu. 30 plus 6 bu formada getdik. Burada olacaq 30, burada da 6 olacaq, cavabda 36 olacaq. Və yaxud da m-i falan da soruşa bilər. Diqqətli oluruq bu formada. Bunun biraz, sualın biraz çətin versiyasına da gedə bilərik. Məsələn, belə bir sual tipi ilə də rastlaşa bilərik uşaqlar. Məsələn, özümdən bunun biraz zor versiyasına aid misal yazsam nə yazardım? Yaxşı, belə bir şey. 2a faktorial üstə gəl b faktorial. Tutaq ki, a faktorial bərabərdir 212 yazmışam. Belə bir şey yazmışam, tamam mı? Neyərəm? Çarpaz vuraram. 2a faktorial üstə gəl b faktorial bərabərdir 212 vurulmuş a faktorial. 2a faktorialı bu yana keçirsən, b faktorial 212 dənədən 2 dənə çıxanda 210 a faktorial qalar. Misal bu formaya düşər. İyi qəşəng. Burada nə edəcəyiz uşaqlar? Qəşəng. Yuxarıdakı maksimum tapanda problem yoxdur. 210-dan geriyə neçə dənə ədəd çatışmış? 209 dənə. A-nın 209 olanda b-mizin qiyməti 210 olacaq. Maksimum tapdı. Demək, maksimum b-miz 210'dur. Maksimum a-mız 209'dur. İndi şeyi soruşuram. Minimum hallar və ya baxaq aralıq hal varmı? 210 mürəkkəb ədəd olduğuna görə ardıcıl ədədlərin hasillerini yarada bilərik. Sonra 210'u götürürəm uşaqlar. Minimum və ya aralıq halları axtaranda 210'u götürürəm. Ayırıram asal sayılarını çarpanlar hasilinə. 2 kimi 2'ye ayırsam 105. Məsələn, 3'ə bölünər 35. 5'ə bölünər 7, 7, 1. Baxın, burada 2, 3, 4 çatışmır və 6 çatışmır ardıcıllıqda. Amma mən 4'ü yaratmaq üçün 2'dən 2'yə ehtiyacım var. Amma mən 6'ını yarada bilərəm. Məsələn, bu ikisini götürürəm. Belə yazıram. 210'u 7 vur, 6 vur, 5 kimi yazdım. 7 buradan, 6'nı burada yaratdım. İkisindən. 5 də burada. Vurulmuş a faktorial. Demək, 5'dən öncə neçədən çatışmır? 4 dənə. A-mız 4 olacaq. B-miz nə olacaq onda? 7. Bu hal yarada bilərəm. Yarada bilərəm. Bir də ikinci halda baxsaq, 210'u bir də təkrar buradan ardıcıl yazım. Siz daha rahat görün. Şərt o deyil 2 dənə, 3 dənə və 4 dənə də göstərə bildiyiniz qədər ardıcıl ədədlər kimi göstərə bilərik. Məsələn, indi 2 dənə düşünsək, uşaqlar. 2 dənə yarada bilərəm. 3 ilə 5, 15 verər. 2 ilə 7 də 14 verər. Yəni, mən bu misalı bir də belə göstərə bilərəm. B faktorial 15 vurulmuş
14 vurulmuş A faktorial. Bu 13 olardı məsələn. Bu onda 15 ola bilərdi. Yəni misal dəyişir. Maksimum bu olacaqdı. Minimum halı məsələn B-nin 7 olacaqdı. Aralıq hal 15 olacaqdı. Məsələn sizdən cəm soruşar, məsələn B-nin ala biləcəyi qiymətlər. B-nin ala biləcəyi qiymətlər nə oldu? 210, 7 və 15. Maksimum minimum deyəndə də, yəni məcbursuz bütün halları tapasınız. Yaxşı. Bu formada işlənəcək. Bu biraz çətin versiyası idi bu testlərin. Bunlar belə uşaqlar. Sonra gəlin biraz dəyişik tipli, biraz da misallar yazaq. Məsələn, bu Puzada da var idi. Təzə Puzada da var. Köhnə Puzada da var. Sonra tasarı, yaşıl tasarıda da son illərdə, yəni çıxan, onun da kitabın içində, hətta funksiyonun belə içində var idi bu sual tipləri. Məsələn, belə bir sual var. Standartdır. Yəni, çox uşaq da bunu görsəl olaraq əzbərləyir. Sadəcə isbat qaydasını deyə. Məsələn, 20 vur 20 faktorial deyə belə bir misal var və misalın cavabını soruşur. Uşaqlar, bu tipli sorunun həlli nədən ibarətdir? Baxın, burada 1-i götürüb bilirsiniz nə kimi yazıram. 2 minus 1 vur 1 faktorial. Üstə gəl. Buradakı 2-ni 3 çıx 1 vur 2 faktorial. Üstə gəl. 3-ü 4 çıx 1 vur 3 faktorial. Üstə gəl nöqtə nöqtə. 20-ni də uşaqlar demək şey göstərəcəm. 21 çıx 1 vur 20 faktorial. Sonra bunu tək-tək vurub açacam. 2 vur 1 faktorial. Çıx. 1-i 1-ə vuranda 1 faktorial. 3 vur 2 faktorial. Çıx 2 faktorial. Yəni 2 vur 2 faktorial. Onları birbaşa yazıram da. 4 vur 3 faktorial. Çıx 3 faktorial. Üstə gəl. Nöqtə nöqtə. Sonda da 21 vur 20 faktorial. Çıx 20 faktorial. İndi burada belə bir şey var uşaqlar. Bu 2 vur 1 faktorial nəyin açılışıdır? 2-nin açılışıdır, elə deyil. Məsələn, bu ilə bu gedəcək. 3 vur 2 3 faktorialın açılışıdır da. Bununla bu gedəcək. Fikir versəz, həmişə bu formada gedəcək. İçlər dışlar olacaq. Bir dənə sonda kim qaldı? 21 vur 20 faktorial. Biz 21 faktorial verir. Çıxılmış başda da 1 faktorial da 1 verir. Misalın cavabı bu formadadır. Bunlar belə. Sonra başqa diqqət eləyəcəyiniz misal örnəklərindən bir dənə misal tipi də yazaq. Məsələn, hər hansı random bir dənə maksimum minimumları izah elədim. Elədim. Bu qədər uşaqlar. Faktoriala dair olan hər tipdən demək olar ki, misalına rastlaşdıq. Yaxşı, bir dənə də eləyək. Məsələn, hərflərlə bağlı misallarda çətinlik çəkirsiniz. Məsələn, n faktorial bölünmüş, n çıxı 4 faktorial yazaq. Tutaq ki, bərabərdir 30 vurulmuş, n faktorial bölünmüş, n çıxı 2 faktorial. Belə bir dənə misal yazaq. Böyüyünü kiçiyinə qədər aç dedim, elə deyil. Əslində yuxarı ilə yuxarı ixtisar apara bilərdiniz. Bu normal kəsirlərin qaydasına əsasən getdi. İndi burada biz uşaqlar çarpaz vursaq nə yazacaq? 30 vur n çıxı 4 faktorial bərabər n çıxı 2 faktorial. Böyüyü budur, elə deyil. Bunu kiçiyinə qədər açacam. 30 vurulmuş, n çıxı 4 faktorial qalsın. N çıxı 2 faktorial, n çıxı 2, n çıxı 3. Bir dənə də n çıxı 4 faktorial yazaram. Bundan da bu gedər. 30 bərabərdir n çıxı 2, n çıxı 3. Heç vaxt açmayın. Ardışıq ədədlərin hasilidir. Bunlar ardışıq saylardır. 30 da nə deməkdir? 5 ilə 6-nın hasilidir. Riyazi olaraq bu 6-dırsa, onda bu da 5 olacaq. 5 olması üçün də n-ə nə verəcəm? 8 verəcəm bu formada. Ya da bu nöqtəyə gələndən sonra aşağıdakı variantları vurulub aça bilərsiniz. Bu formada uşaqlar faktoriallara dair bunu yazdıq. Bu qədər. Ümid edirəm ki, hər tipdən köməkli göstərməyə çalışdım. Uşaqlar, ümid edirəm ki, artıq faktoriallarla bağlı qaranlıq bir nöqtə qalmayacaq. Bu qədər. Sağ olun.